Ömrü 99 gün çəkən qış fəsli, keçmiş insanlar üçün ən məşəqqətli dövr. Təbiətlə sıx bağlı, onun şıltaqlıqlarından asılı olan qədim türklər soyuq ayları 3 yerə bölürdülər. İnanca görə ilin uzun gecəsində günəş qaranlığa qalib gəlir, yenidən doğulurdu. Həmin günə Nardoğan deyilərdi. Hər kəs həyat ağacını təmsil edən şam ağacı altına hədiyyələr qoyur, dualar edir, ətrafında mahnılar oxuyub oynayardı. Yaşlı insanları ziyarət edib bir yerdə yemək yerdilər. Bu adət hələ də tatarlar, başqırtlar, çuvaşlar, Qaraçay və Malkarlarda qorunub saxlanılır. Türklər Avropaya axın etdikcə özləri ilə bu ənənələri də aparıblar. Həmçinin soyuq havalarda ortaya çıxan və yoxsullara kömək edən Ayaz ata adlanan indiki Şaxta babanı da. Şəkidə isə qış fəslini simvolizə edən, qədim türk tanrı inancından gələn çillə qarı obrazı yaşadılır. Qədim inanclara görə qış fəslini gətirən, qarlı dağda yaşayan, əlində buzlu əsası olan, ağ saçlı, beli bükük bir qarını nəzərdə tutur. Və bu qarının 3 nəvəsi var. Böyük çillə, kiçik çillə və çillə beçə. Bu İslamdan da əvvəl, xristianlıqdan da əvvəl, tam qədim bizim milli türk ənənələrimizdən gələn bir şeydir. Şəkidə qədim türkçülükdən qalan ənənəyə görə evin kiçik nəvəsi qış qarıya bərəkətli süfrədən pay aparar, şaxtalı gecədə dua edib minnətdarlıq bildirər. Bu həm də bir şükranlıq ritualıdır. Çünki keçmişdə böyük çillə sınaq dövrü idi. Sərt şaxtalar, çovğunlar insanı səbrə çağırır. Əcdadlarımız inanırdı ki, bu günlər nə qədər sərt keçsə də yaz bir o qədər bərəkətli olar. Qışın ən qaranlıq gecəsində belə işığın qayıdacağına inam itirilməyib. O vaxtı qış hazırlıq görərdilər, ərzaq toplayardılar, qurut, yarma çəkərdilər, un hazırlığı görərdilər, ət qaxac eləyərdilər, qovurma eləyərdilər ki, qışda deyək, yemək ehtiyatını yığardılar. Böyük çillə axşamı ailələr qonaqlı qaralı olur. İnanca görə pis söz danışmaq, dava dalaş salmaq uğursuzluq gətirər. Əksinə qonaqpərvərlik, paylaşmaq və mehribanlıq ilin bərəkətinə işarə sayılır. Lənkəranda ilin ən uzun gecəsində süfrədə mütləq qarpız və ağ boranı qoyulur. Biri soyuğun, digəri isə günəşin və istiliyin rəmzidir. İçərisində bu dənəciklər. Bu ağ buranın özü tamamilə dənədən tutmuş, özünə qədər vitamindir. Bunu hər kəs çilə axşam bundan yeməlidir. Onu yiyəndən sonra o çox xəstəlikləri aradan qaldırır, soyuq dəyməni aradan qaldırır. Buna görə biz böyük çilədən qorxmuruq. Qədim inanclara əsasən böyük çillə axşamı hər kəs niyyət tutur, kəsilmiş qarpızdan və qaynadılmış ağ balqabaqdan bir dilim yesə, niyyət tutan şəxs, onun həm niyyəti həyata keçəcək, həm də növbəti qışa qədər azar-bezardan uzaq olacağına inanır. Süfrəniz bol, canınız sağ olsun. Amin. İş olsun. Amin. Şəki, Lənkəranla yanaşı Naxçıvan, Gəncə, Güney Azərbaycan, Qərbi Azərbaycanda da yaşadılır bu ənənələr. Son dövrlər Macarıstan türkləri də Nardoğan, Karakün və ya Böyük Çillə bayramını araşdıraraq yenidən həyatlarına qaytarmaq istəyirlər. Günel Habil qızı Əli Səmədov, Nuranə Tələt qızı İbrahim Mustafayev, Şahin İlhamoğlu, ASTV Xəbər.